Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 26 iyun 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Möhtəşəm gündür, gözəl gündür. Bugün Azərbaycan ordusunun yarandığı gündür, ordu günüdür. Bu münasibətlə bütün orduda olanları təbrik eləyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizi, veteranlarımızı təbrik eləyirəm. Bircə gündə o səngərdə, nəyinsə qarovçuluğunda duran əsgər də varsa, hamısını təbrik eləyirəm. Kişilər bayramıdır, ordu bayramıdır. Bəlkə də elə həm də qadınların bayramıdır ki, oğul yetişdirən anadır, həyat yoldaşına dəstək verən qadındır. Nə bilim, şəhidləri yetişdirənlər analardır, atalardır, hamının bayramıdır əslində. Ordu müharibə şəraitində olan bir dövlətin ordu günüdürsə, burada hamı, uşaqdan böyüyə, hamı burada təmsil olunur. Biz bunu 44 günlük savaşda da, antiterror əməliyyatında da, 1-ci Qarabağda da, elə aprel döyüşlərində də gördük. Hamı ordunun yanında oldu. Bəlkə də bunlar olmasa qələbəyə çatmaq çox çətin olardı, bəlkə də mümkün olmazdı. Hər birinizi təbrik edirəm. Bildiyiniz kimi bu ordu günü, müxtəlif dövrlərdə ordu günləri oldu. Sovet dövründə 23 fevralı idi, sonra milli hakimiyyət 92-ci ildə gələndə başqa günü idi. Amma axırda qərara gəlindi ki, elə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun yarandığı günü, ordu günü elan edək, 26 iyunu. Və iş günü deyil, hamıya gözəl istirahət, gözəl bayramlaşma arzu edirəm. Gedin bir qazinin evinə, bir döyüşçünün evinə, heç yaralanmamış olsa belə, sadəcə gedin, nə yaxşı gəlmişsi, sən vuruşmusan, bugün ordu gündür, sən yanına gəlmişik, qonaq gəlmişik, nə bilim, səni yoluxmağa gəlmişik. Mütləq yataqda olan ya bir orqanın biri olmayandan getmir söhbət. O qədər o döyüşdə, sadəcə indi ona qəlpə dəyməyib, güllə dəyməyib. İndi onun günahıdır ki, yaralanmayıb ya ölməyib. Onlara da bir baş çəkin. Evdə oturmasa da bir hardasa bir təbrik eləyin. Kim döyüşdə olubsa hamısını təbrik eləyin. Gözəl sözlər deyin. Bax, o bayramın enerjisini canlandırın. Görürsünüz, bir çox bayramlarımız var ki, onu canlandırmağı qoymurlar, şərait yaratmırlar, ən gözəl bayramlarda belə. Amma insanlar onu canlandıra bilər, sevdirə bilər. Bax, belə, siz də bunu enerjiliyin bugün, belə bir şey. Üstəlik də bugün cümə günüdür, cüməniz də mübarək olsun. Allah Taala etdiyiniz ibadətləri, duaları müstəcəb eləsin inşallah. Və günün öz axarı da ümumən götürəndə elə aktiv deyil. Elə istirahət gününə, qeyri-iş gününə uyğun olaraqdır. İndi görək, ayrı-ayrı zodiak işarələrin hamısında da belədir, yoxsa fərqli nüanslar da var. Qoç bürcü. Pasiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxvi görüşləri və səfərləri təxirə salsanız yaxşı olar. Boğa bürcü. Təxminən saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonraki müddətdə isə, yəni günorta 2-dən sonraki müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Bugün iş günü olmasa da səfər o qədər də münasib deyil. Əkizlər bürcü. Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təqvimdən etibarən start götürəcək. Xərçəng bürcü. Kifayət qədər enişli yoxuşlu gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Hakim bürcsüz axı hazırda, ona görə. Ciddi yanaşın, hər bir sözünüzü necə deyərlər, pişirib çıxarın ki, münaqişələrə cəlb olunmayasınız. Əksinə sizə qarşı rəğbət və sevgi artsın. Bugün qəti şəkildə hər hansı bir falçının, görücünün, nə bilim, cadügərin yanına getməməlisiniz. Bu uzun müddət öz bürcünüzün ərəfəsidir. Uzun müddət taleyinizdə qara zolaq yarada bilər. Şir bürcü. Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyiniz üçün nəzərdə tutduğunuz planları həyata keçirməkdə kömək göstərəcək.
Bugün şübhəli adamlardan, yəni ürəyinizə yatmayan, o quşunuz qonmayan, şübhə yaradan adamlardan uzaq olun. Qız bürcü. Qarşınızda duran bu təqvim sizə xoş bir ovqat bəxş eləyəcək. Hər hansı xoşa gəlməzliyi ağlınızın ucundan da keçirməyin. Ailə üzvlərinizə, sevdiyiniz adamlara qarşı mülayim olun. İnsanları isə dəyərləndirin. Dəyərləndirin ki, siz də dəyərli olasınız. Tərəzi bürcü. İxtiyarınızda olan bu təqvimdə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonraki proseslərin həllində sizə kömək edəcək. Mövcud problemləri həll edilməz hesab eləməyin. Əqrəb bürcü. Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar eləyin. Çünki göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri asanlıqla dəf etməyi bacaracaqsınız. Hətta axşam da sürprizlər gözlənilir. Qardaş qardaşa belə proqnoz verməz ki, mən əqrəblərə yönəltdim. Oxatan bürcü. Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə də fikir verin, ayrıma ovqatından qaçın. Çalışın vəhdət yaradır. Həm Aşura günüdür bugün verilmiş fətvaya görə, həm cümə günüdür, həm dediyim kimi ordu günüdür. Bunların hamısı bir aradadır. Çalışın elə bu üç qəhrəmanlıq, şücaət, dözümlülük, təqva, iman və ibadət cümə olduğuna görə bu nə tövsiyə olunursa, nə təlqin edirsə, bu mərasimlərin hansı anlam daşıdığını elə düşünsəniz, ona uyğun addım atsanız, mütləq nəticəsi, müsbət nəticəsi olacaq. Oğlaq bürcü. Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll eləyə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalı, daha çox istirahətə yer ayırmalısınız. Su tökən bürcü. Bütün diqqətinizi səhhətlə bağlı problemlərin həllinə yönəldin. Xəstəlik deyil, amma süslük var. Bəlkə istiyə düşmədir, bəlkə nəsə immunitet bəlkə aşağı düşüb. Yəni, bunu aradan qaldırmağa çalışın. Yəni, burada xəstəxana və həkim göstərilmir. Sadəcə səhhətlə bağlı aşağı tempdir. Deməli, bunu eləsə ciddi çətinlikləriniz olmayacaq. Amma axşama tövsiyə olunur ki, ürəyinizə yaxın olan simsarlarınıza mütləq baş çəkin. Balıqlar bürcü. Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, uğurlarınıza gedən yolun bir addımlığındasınız. Sadəcə qətiyyətli olub, öz yolunuza inansanız və hünərli olsanız, o qapıdan keçəcəksiniz. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.